Bakı-Quba yolunda bir nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində Mercedes markalı minik avtomobili yük avtomobili ilə toqquşub. Nəticədə bir nəfər hadisə yerindəcə həyatını itirib, 2 nəfər isə xəsarət alıb. Xəsarət alan şəxslər Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına çatdırılıb. Yox, maşınımız boş olub qardaş, sürücü aşağıda olubdur. Maşının nasazlığı olub maşında nəsə, ona görə düşüb aşağı. Bu gələn maşında gəlib özün vurub, birinci sürücünü vurub, sonra gəlib maşına girib. Baş verən qəzanın bəzi təfərrüatları məlum olub. Belə ki, hadisə baş verən yük avtomobilinin sürücüsü maşının arxa hissəsində olub. Bu zaman Quba istiqamətində yüksək sürətlə hərəkət edən Mercedes markalı minik avtomobili əvvəlcə yük maşınının sürücüsünü vurub. Daha sonra isə özü də yük maşınına çırpılıb. Hadisə nəticəsində yük maşınının sürücüsü ağır xəsarətlər alıb. Mercedes markalı avtomobilin sürücüsü də xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Təəssüf ki, həmin avtomobildə olan sərnişin 1986-cı il təvəllüdlü Rızayev Ruslan İsmailoğlu hadisə yerində həyatını itirib. Bildirək ki, Ruslan Rızayev 44 günlük Vətən müharibəsinin qazisidir.